Ümumiyyətlə, divar nə üçün lazımdır? Funksiya olaraq soruşuram. Soyuğun üstünün qarşısında. Çöldən qorumaq. Çöldən Hə, qorumaq. biz başa düşürük. Bizdə var interior, bizdə var exterior və bizdə var burada Evet. divar. Divar. Evet, divar. Evet. Bizim divarlar daşıyıcıdır ya yox? Yox. Yox. Artıq bir əlisi də var. Bizim yəni də, yəni çoxsunumuz artıq daşıyıcı divar şey eləmirik, istifadə eləmirik. Karkasla həll edirik binamızı. Çox gözəl. İndi başqa məsələyə gələk. Karkasla həll ediriksə, bizdə kor material, divarın əsas hörgü materialı. Divarda nə var? Nələr var? Var hörgü. Hörgü materialı kimi nələr ola bilər? Kərpiç, daş. Mən bu hansı hissəsini kəsə bilərəm? Yaxşı, gəlin buradan yazaq. Şəklini çəkmişik, silək. Hörgü materialı kimi nələr dediniz? Kərpiç, daş. Yox, daş da deyəndə nə? Çay daşı, yəni. Yox, nişanlanmış əhəng daşı. Okey. Başqa? Kərpiç. Çöl divarından danışırıq bizim. Olunur, hə. Nə ola bilər? Termoblok, əla. Başqa nə məsələlər bilirsiniz? Ağlay. Hə, yenə nişanlanmış əhəng daşı məsələn. Başqa nə bilirsiniz? Qazablok, əla. Bu məsələdir ki, bunun çölündə olsa istifadə edə bilir. Okey, birinci hörgü materialını seçməliyik. Əla, gəlin seçək hörgü materialını. Hansı seçirik? Nişanlanmış əhəng daşı. Eni nə qədərdir? 400. Əla. 400, 40-ın 40-a götürür. 40 götürür yəni. Hörgü materialı seçdik. Çünki divarın özündə daşıyıcı hörgüdür. Düzdür? Başqa şeylər daşıyan ki, hörgüdür. Hörgü materialı daşdır, 40-lıq divarı qoyduq. Əla, evdə də divarı quranda həmişə qoyursunuz. Bu kordur. Kor həmən o şeydə özük, necə deyim? Generik olan. Biz generiklə işləyirik burada. Yox, generik olan deyil. İstənilən divarda generik olmasın, belə özün yaradırsansa. Kor var, kor. Daşıyıcıdır, divarın daşıyıcısıdır. Bir də var finishes, şöylündə olanda. Üzlüklər verir. Hə, üzlüklər. O kordur. Siz divarın evlikdə quranda yadda saxlayın. Həmişə divarı seçəndə oradan seçib core center line ki, divarı hansı xəttə görə vursun. Korun mərkəzinə görə, divarın mərkəzinə görə. Çünki kor həmişə mərkəzdə qalmır. Daxildə layları daha azdır, nəinki çölündə. Və divarın mərkəzinə görə qoysaz, imoxunuz gəlir, hərisi bura düşəcək. Yəni, divar sütunla eyni şeydir. Bizdə prinsiplərdir. Sütunumuz 40-ın 40-adır, divarda ona görə 40 qoyuruq. Ki, ümumi belə eyni şeydir, səmt yaratsında. Okey, şeyi qoyduq. Bir sonra. Hə. İndiki binalara baxanda, deməli, orada daşdan yox, daha çox kərpicdən istifadə olunur. Əgər mən daş çünki kərpicdən alırıq da, 10 mərtəbəli binada mən 10 mərtəbəsində daş qoyuramsa, ağırlıq olmayacaq binada. Kərpici olmasa, 40 deyilmən, 2 dənə kərpici. Hə, amma kərpicin, boşluqlu kərpicin istirik şeyi daha, onu izolyasiyadan danışıq. Onda 10 mərtəbəndə mən 10 daş istifadə edə bilərəm. Bu biraz ağırlıq. Ağırlıq söhbətinə görə, hə, əslində kərpic eləyirlərsə, eləyin kərpic getsin. Biz hesabata bu dəqiqə çox qarışmırıq. Mən onu işdə soruşmurlar sizdən onu. Hesabatında sizdən soruşmur. Var, onun hesabatı var. Eləyə bilərsən hətta birinci 5 mərtəbə daş, sonra kərpic. Belə də ki, eləyə bilərsən. Və mənzilləri fərqli qiymətlə sat. Ki, burada daşlı, yuxarıda kərpicdir. Ağırlığa görə şeylərsə. Məsələn, 3 kərpic, sonra 1 daş, 3 kərpic. Belə hörgülərdə var. Hə, elə hörgülərdə var. O artıq divarın şeyliyi üçündür, bərkliyi üçündür. Bir də şey deyirəm, qapını o kərpici birləşdirən birlikdə, məsələn, o həmin daşı qoyulardan 3 kərpic, 1 daş, qapını birləşdirir ona yenə eyni şəkildə. Kərpicə birləşmir axı. Bir də orada görmüşəm o hörgünü. Başqa bir Yox, şey də deyə bilirlər. Çərçivə qoyurlar, əlavə çərçivə, onun içində nə deyə bilirlər. Ona çox şeylər var. Hə, tutaq ki, götürdük hörgü. Mən də bina evindən danışmıram. Ümumiyyətlə, istənilən divarın prinsipindən danışırıq ki, birinci hörgünü seçirik. Başqa, bizdə bu divar başqa nə rol oynayır? Biz bu kərpici daşı nə eləməliyik, hörgünü nə eləməliyik?
Hansıdır izolyasiya? Vakum izolasiya panelləri. İsti, Bax, soyucu. ikinci bir də gəl izolyasiyalar. Daş yum var, vakum izolasiya var. Yo. Demirəm materialları mən. İzolyasiyası. Nə izolyasiyalar? Səs. Bax, səs, istilik, başqa. Nə bu? Nəmişlik. Hə? Nəmişlik, nəmişlik və Su, yağış. su. Nə? Su yazıram. Hidrogen. Hidroizolasiya. Başqa izolasiyalardır? Şey var, heyvanlara qarşı olmaydı, amma əmin deyiləm. Bura aiddir, yoxsa taxtaya aiddir? Taxtaya aiddir. Termik şey, o taxtaya aid. Okey, izolasiyaları seçməliyik. Funksional olaraq divarın ikinci funksiyası izolasiyadır. Ki, birinci funksiyası çöldən qorumadır, ikinci funksiyası temperaturdan qoruma. Başqa nə gəlir? Divarın başqa funksiyası nədir? Binaya təsir edən. Səs. Yox, səs deyil. İzolasiya da var. Daxildən var, interior olaraq. Yox, niyə? Xaricdən. Xaricdə fasad materialı. Ki, xaricdən də, şeydən də, daxildən də, estetika, hə. Estetika təsir edir ki, estetikada artıq sizdə nədir? Yüzlük. Algılaş. Alçıpan. Sizin divarınız bu üç şeyi ödəməlidir. Okey? Və bundan əlavə konstruktiv olaraq divarı ayrıca götürməyəndə, yəni ümumi divarı verirsiniz, digeri görək, mərtəbə arası örtüyü görək. Onu da ayrı bir də başa salmayacağım. Məncə onu hamı bilir artıq. Rigel nə boyda olmalıdır, mərtəbə arası örtük, bunlar bir-birinə necə birləşir, bir-birinə yuxarıda aşağıda yox, eyni şeydə getməlidirlər. Okey, gəlin indi danışaq, izolyasiyalardan danışaq. İstilik izolyasiyası olaraq ki, bizə nə lazımdır? Birinci istilik izolyasiyası lazımdır. Çünki istilik izolyasiyası xarab olma ən böyük materialdır izolyasiya arasında olanların içində ən böyük material və xarab olma ehtimalı ona görə daha çoxdur. Hə, biz onu da qorumalıyıq. İstilik izolyasiyasının materialları mən sadalayacağım. Daş yun var, bir də vakum izolasiya var. Vakum izolasiya 2 cm-dir. Daş yunun gördüyü işi daha iyi şey görür, yaxşı var. Vakum izolasiya. Vakum izolasiya panelləri var, 2 cm-lik qalınlığı, 15 cm-lik şeyi daş yunu əvəz edir. Mümkün deyil şey, əlbəttə ki, onların qiyməti baha ola bilər. 15 cm olsa daş yunu qoymursunuz. Bakıda əlbəttə yox. Başqa nə material? Daş yunu, vakum izolasiya, başqa Bitum polimer var. istilik izolyasiyası üçün. O damda. Işıdılar, içine yandır. Uşaqlar istilik izolyasiyası, istilik izolyasiyası. Beton üstüne Köpüğü. Köpük. Hə. Beton üstüne bir dənə qara qat. Qara qat nə üçündür? Nə izolyasiyasıdır? Su. Su. Mən şimdi istilik izolyasiyasıdır danışıram. Başqa nə bilirsiniz? Şeyin verdiyi, Textonikolun həmişə verdiyi Onun adını yox. 2 layı qoyurlar. Yox, alçıpan deyil. Amma bu da kompozit material. Murad, istilik izolyasiyası materialları. 12-15 yazılmışam. Hə, yana 5 yazır. Hə? XPS. Əla, Express. Express falan ki, bu dəqiqə ən populyarı olur. Daş yunu falan çürüməyə doğru, daha natural material deyə çürüməyə doğru meyilliyi daha çoxdur. Nəinki Expressdə. Express material var ki, məsəl üçün biz Express bırakırıq birinci. Və Express-də nə ilə birləşdiririk? Baxın, məntiq nə ilə? İzolyasiya materialı seçdiniz. Hə? Baxırsınız. Baxma, hətta sizdə problem nədir? Girib baxmırsınız ki, bu material necə görürsünüz. Express əslində çox sadə bir şeydir. Yox. Ümumiyyətlə görünüşü, xarici görünüşü necə olur? Express. Penoplast. Uşaqdan tanıdığımız penoplastları belə eləyirik. Çəhrə rəngli olan da var ki, öz içində biraz şey var. Suya qarşı şeydir. Necə? Penopolistirol. Hamısı eyni şeydir. Express material. Girirsiniz, tapazı açırsınız, yazırsınız Express. Ki, Google-dan yazsaz sizə xarici nümunələr, sizə nəsə lazımdır ki, buradakı olsun. Ki, görəndə yanınıza düşün ki, mən bunu haradasa görmüşəm. Belə bir şey haradasa görmüşəm. Hə, okey. Express budur. Başa düşən ki, Express belə panellərdir, yüngül panellər. Və bunu divara çöl tərəfdən yapışdırmalıdır. Yapışdırmalı ilə baxırsan. İndi baxırsan ki, bu necə yapışdırılır? İki yol var. Cüblə ki, daşı deşməyə çətindir. Yəni ki, yapışdırıcı məhlul var. Express üçün xüsusi yapışdırıcı məhlul var. Əla, deməli 2 dənə qat buradan əlavə oldu səndə.
ki, yapışdırıcı məhlulun qatıdır bu. Bir də üstündə setka tor çəkilirdi. O fasad materialından xaslıdır. Sertikator çəkilir, üstünə boya vururlarsa. Dekor boya vururlarsa ki, o boya yaxşı saxlar, suvaqla boya yaxşı. Mən bir şey soruşum. Birinci sənət olmalı deyilik, yəni daşın üstünə, sonra yapışdırıcı, sonra həmin dediyimiz material olmalı deyil. Yox, elə yapışdırıcının içində, mənə görə yapışdırıcının özü, ümumiyyətlə o yapışdırıcıların içində suvaq kimi də şey hesab olunur. Yox, ağ rəngli olmur, boz rəngli olmur. O sementə oxşayan əsas tam sement deyil o, minir, düzləşdirir, həm də şey edir ki, ayrı-ayrı da edə bilərsiniz. Birinci düzləşdir, hamarlaşdırırsınız, sonra da bunu oraya vurursunuz. Yəni ki, əksinə bunu vurulur, elə düzləşdirmək kimi, sonra qaşıyır, üstü, belə üstdən baxanda belə olur. Görmüş yəni, metlaqı falan da yapışlarına verirlər ki, tutsun onu. Yəni, sonra da panelləri yapışdırırlar ora. Panellər qaldı. Bu panellər hansı şəkildə göstərilir biz istilizasiyası? Arası 5 santim olur. İstilizasiyası 5, 7, 8, 5 götürür. Şey olaraq. Stilik izolyasiyası getməlidir binanın çölündən hər yerdə. Pəncərədən başqa əlbəttə ki, bax, pəncərə buradadırsa, stilik izolyasiyası gəlir. Gəlir. Buradan əlavə bir dənə də qoyurlar. Pəncərə otururlar, çərçivənin qabağında olsun. Çərçivənin üstündə olmasın. Üstündə olsa buradan körpü yarar. Çərçivənin qabağında olsun. Bu sizin şeydir, ramadır, məsəl üçün. İzolyasiya gəlsin, bax bura otursun. Və bunun üstündən artıq suvaq olsun, yəni nə olursa, metal olursa olsun. İzolyasiya bax buranı tam bağlasın. Ki buradan körpüyə şeyə imkan verməsin. Soyluğun girməyinə ya istinin çıxmalına. Eyni şey də buradan olmalıdır. Buradan bağlamalıdır və buradan artıq metal şey olur ki, buradan gələn suyu axıtsın aşağı. Aydındır. Bu məntiqi həmişə yadda saxlayın ki, binamız çöl tərəfdə, hər tərəfə bağlanmalı. Nigar telefonu yığışdır, vacib şey başa salın. Tak, başqa gəlir bizdən nə? İstilik izolyasiyasını tapdıq. Əla. Sonra nə izolyasiyası var dedik biz? Səs və su. Səs ən axırıncıdır orada vacibliyə görə ki, səsi onsuz da çox vaxt elə bu materialın emindən də asılı olaraq azalır. Ekspresin emindən də ekspres də səsi öldürür, onsuz da dur səsi şey edir. Bir də fasad materialından da çox şey asılıdır ki, o əks etdirici şey olsun. Amma su izolyasiyası bizə çox vacibdir ki, su izolyasiyası divarımıza su keçməsin, divar çürüməsin, nəmlənəcək, sonra içində çürüməkdən əlavə o suyun donmağı var axı. Su donur, şişir, parçalayır və bizim izolyasiyaya dəyməsin bu su. Amma izolyasiyaya dəyməsin deyəndə, indi sizdən belə bir şey soruşum. Haçansa paketi əlinizə bağlamışsınız ya, salafan, çox bərk bağlamışsınız ki, çöldən buna su keçmir. Amma siz onu açsaz buna nə gedər? Buxarlama yəni ki, tərləmə, amma bazı şey, fiziki adı. Yox. Qıyla bağlı başlayır. Kondensat. Kondensat. Biz indi hidroizolyasiyanı erisək bunun üstündən şey başlayacaq tərləməyə, kondensat yaranacaq. Öz-özünə iç tərəfdən su yaranacaq şeydən, istilik izolyasiyası materialından. Ona görə əlavə olaraq buxar izolyasiyası çıxır. Buxar izolyasiyası klapan kimi işləyir, bir tərəfli nəfəs alır. Buradan oraya keçə bilmir, buradan oraya keçir. Suyu buraxır, tərləmə baş verirsə suyu buraxır şey. Bizim, nigar yaxşı da hər şey. Nə oldu? Buradan gəlir buxar izolyasiyası, vapor insulation ki, gelib baxmalısınız buxar izolyasiyası üçün nələr var bizdən. Membranlar var, çox nazikdir. O orta əslində qalınlığa heç təsir etmədiyi qədərdir. Amma girib baxmalısınız nə membranlar var və burada da bir xət kimi atmalısınız. Revit'in içində siz divarda laylar əlavə edirsinizsə, ora əlavə edə bilərsiniz membran. Məsələn, əlavə olunacaq ora. İstilidən qabaq əvvəl. Nə? İstilidən bir üstündə də istiliyin üstündə olacaq. İstiliyin burasında. Altta bunların sırasında yazılır, istilik izolyasından sonra hazır gəlir. Videosu var, Videoda var, oradan götürün də. Bir də o külək izolyasiyası kimi dedik. Nə? O buxar dediyimiz külək.
külək izolyasiyası. Külək izolyasiyası üçün ən yaxşı, temperaturun tənzimləmək üçün ən yaxşı şey də var elə. Hava qatı saxlayırlar fasadda. Ona da gələcək. Hə. Buxar izolyasiyası qoyulur. Hə, membranlar olur, fərqli şeylər. Buxar izolyasiyasından sonra bizdə gəlir. Yox, səs üçün eləmir əlavə. Səs artıq. Hidroizolyasiya. Allah, sudan qarşı, suya qarşı. Bundan ardıcılıqları fərqli yerlərdə dəyişə bilər temperatura görə. Amma funksiyalı olar, yəni mən sizdən divarınıza baxıb desəm ki, okey, istilik izolyasiyası üçün nə istifadə eləmirsən. Siz durub mənə deməyəsiniz, geotekstil. Geotekstil tam ayrı bir şeydir. Hə? Geotekstil drenajdır. Allah. Drenaj qrafəsi var, geotekstil var. Bunlar hamısı şey üçün, bünövrə üçündür. Bünövrənin şey ayrıdır, düyünü ayrıdır. Torpaq altındadır deyək. Şey elədik, bizim divar, yəni burada şey olmalıdırsa, subaq olmalıdırsa və ya sonra rəngi olmalıdırsa, hidroizolyasiya gələ bilməz axırıncı. Çünki hidroizolyasiyanın üstündə sən boyanı vura bilmirsən. Ondan sonra ola bilsin yenə qatlara da verəməksən, ya da hidroizolyasiyanı biraz arxaya atmalısan, şeyin riskindən asılı olaraq. Amma bina evində tutaq ki, nə material yapılır estetika üçün? Kərpiç. Hı? Kərpiç. Kərpiç. Divarın fasadın üstüsə ablay falan götürülür. Bakıda ablaydı da, deyəsən ki, 2 dəfə də binalarda göstərmişdik. Yox, mütləq deyil. Sən ikinci mərtəbədə abla eləmək baha olur. Kraska edirlər çox var. Kraska edirlər, kraskanın bir yolu var. Bunu artıq o şey var, estetik material vurulma şeyini. Ya girirsiniz şeylərdən tapırsınız, istehsalçılarla. İstehsalçıların özlərinin YouTube videoları belə olur ki, bunu necə rahat vurmaq olar, var belə edirlər. Oradan baxırsan, görürsən, hə, bunu nəyin üstə vurur? Məsəl üçün, boyanım olsun, ya tutaq ki, götürək, kərpiç çox bahadır binaya kərpici şey demək. Özdə 10 mərtəbə kərpici qaldırmaq. Çünki çox vaxt o müstəqil bir divardır. Əlavə ankerlə əsas divara bağlanır. Amma o əlavə bir divardır. Kabancıq daha məntiqli çıxır ki, belə şey, vizual olaraq kərpicə oxşasın. Ya da ki, panellərdən danışsaq ki, məsələn. Türkiyədə görmüşəm. Panellərə gəldikdə, tutaq ki, kermoqranik paneli ya da fiber senet. Hansı şəkildə vurulurlar onlar divara? Təsəvvürünüz var. O əyilə bilən profillərdir, şeylər. Polad əksinə də. Polad deyəndə birincisi adımlama görürsən polad. İkincisi, bunlar alüminiumdur artıq. İkisi də təslanmayandır bu ara. Amma polad şeydir, Qarışıq. Qarışıq. Yəni təbii metal deyil, təbii polad yox. Materialdan sonra salmışam. Nə dediniz? Qatqılarla olandır. Alüminium isə bizim təbii materialdır. Orada qatqılar edirlər, amma çox az qatqı vardır. Əsas alüminium söhbəti gedir. Sizdə alüminium profillər var ki, həmən alüminium profilləri burada da görə bilərsiniz. Bax, buralara da çox vaxt vururlar, görürlər. Burada bilmirəm. S profil var, L profil var, künclük var. Küncləri burada vurmuyublar deyə, sonra görüb bilirlər bir şeylərdə. Şeylər fərqli ölçülərdə bu profillər olur. Bir də ki, kermoqranik istehsal edən şirkət çox böyük şirkətsə və çox şeydirsə, bunların öz profilləri də olur ki, sırf bunların materialına. Kermoqranik panellərdə necə olur? Eləsi olur ki, arxasında xüsusi öz yeri var. Bir ki, bu metalları qurursan fasadda. Fasadda da metalları quranda yenə gəlirsən, bura birləşdirirsən. Bu deməkdir ki, sənin artıq bu şeylərin var, XPS, istilik izolyasiya var. Divarda, divara düz baxsa, qarşısından baxsa. Divarda bu profillər qurulacaq, müəyyən ölçüdən deyil, bu profilləri qurulur. Divara birləşdirirlər. XPS isə artıq bura qurulurlar. Bu profilləri XPS-in üstündə qurulurlar. Çünki XPS divara cəmi o şeylə bitişikdir, yapışdırıcı məhlulla. Onda belə çıxacaq ki, həmən yapışdırıcı məhlul həm XPS-i saxlayır,
həm də onu metalı saxlayır. Yox, çalışırlar sadəcə neyməsinlər ki, profil, məsəl üçün tel profil vururlar divara, hə? O profillərə də artıq siz baxmalısınız, seçməlisiniz və divardır və kermoqran üçün bizə tel profil lazımdır bura. Məsəl üçün, tel profildir, buradan da buradan bağlanır. Hə? Ekspresi oturanda çalışırlar belə hətta kəssinlər, sıxsınlar, ekspres bura otursun. Belə çəkin, bir başa düşün. Belə otursun ekspres. Maksimum yerləri saxlasın, boşluqları ölçsün. Bunun eni nə qədər olur? Profildən asılı olar. Profildən asılı olar. Şey də ola bilər, 10 sm da ola bilər, 5 sm. Onun çox var. Nə? Yox, bu aşağıya da olur. Eksterior buradadır, bu divar. Buradan, sonra bura birləşdirilir bəlkə nəsə, ya bura artıq horizontallar birləşdirilir ki, sizin kermoqranit onun üstünə asıla bilsin. Və elə olanda, bunlar belə çıxır. Hə? Kəsikdə göstərirlər ki, burada tel profilimiz gəldi oturdu, qırıq xətdən üstərək. Tel profilimiz oturdu, qırıq xətdən, çünki ardınsa aralarda qaldı və buradan kəsəndə ekspresi görünür, tel profildə içəridir. Ona da birləşdirilmiş nəsə belə profillər ola bilər. Metal vərəqət deyəndə, bax görürsünüz, siz deyirsiniz metal vərəqət. Metal nə metal? Artıq ora girməlisiniz. Siz kimyanı yara salın, fizikanı yara salın, çünki bunlar çox var. Bunlar olur. Buradan da əlavə bir dənə nəsə profillər ola bilər. Ben də bilmirəm də istehsalçı hansı şəkildə bunu şey deyir ki, sizin şeylər gəlsin, paneller gəlir, bura birləşir. Bunu etdikdə, bu profillər çıxdıqda, bizdə nə yaradır divarda əlavə olan? Boşluq, hava qat. Bizdə hava qat alınır ki, çox yaxşı bir şeydir divarlar üçün. Həm divarın, həm izolyasiya üçün. Oradan gedən həmişəki axım var, hava axımı. O içəridə qalmır. O sürətləndikcə, belə deyim, buradan isti girmək istəyir binaya. İstə girmək istəyir. Bu da soğurulur deyə bu hava buradan. Dərhal o istini aparır üzündən yuxarı. İki yol var da. Biri var vakum. Vakum olanda, vakumda heç nə yoxdur deyə heç nə oraya keçə bilmir. Bu bir. İkincisi də var ki, soğurub aparsın. Soğurub apar və müəyyən bir hissəni götürür, hava izolyasiyası olur. Ona görə material vuranda çox böyük riskdir. Material vurursunuzsa, çalışın biraz heç olmasa ara saxlayasın. Bilirəm, divar eniləşir. Buna görə də sizin qırxılıq olan divar, kəsikdə təsəvvür edin ki, indi bütün qatlar görsənsək sizin adi kəsikdə. Görsənməyə mümkündür. Sizin adi divar qərar olur, qırxılıq divar qərar olur arası 65, 60, var belə. Bir şey soruşum, onu tek profil vurdunuz. O birbaşa divarın özünə, yəni Daşa. daşa birləşir, yoxsa Hə. ona vurulur, onun üstündə hamısı. Ankerdə, hə, daş saxlayır, da o, daş saxlayır, o şeydir. Suallar düyünlərlə bağlı. Eyni şəkildə də yanaşırsınız dal düyünə, yəni mərtəbə arası o örtük düyününə. Bunun funksiyası nədir? Bəs bir şey soruşum. Belə bir şey soruşum. Hidroizolyasiya harda daha vacibdir? Dam düyünündə, yoxsa mərtəbə arası örtük düyünündə? Əlbəttə ki, dam düyünündə. İkisində də olmalıdır, amma o birisində daha çox olmalıdır. Öbürsündə daha çox şey eləməlisiniz. Buyur. Məsələn, biz otaqları bölərkən iki qatlı alışpanla otaqları göstəriyorlar, yoxsa mütləq tərkibçinə bölməliyik? Yox, görə bilərsiniz alışpanla. Alışpanla da bölmək mümkündür ki, indi evlidir. Orada da alüminium profillər atırlar, şeylər. Alışpanlardan bölünür divarlar, həm də olur. Yox, vakumdan nə deyil? Vakum o şeydir, onun adı ilə gedir. Reklam, orada vakum deyiləm şey. Vakum sən də nəyə görə deyirlər? Götürüb materialı sıxırlar. Pırsos da nə kimi o havanı çıxarır. Sıxılmış kimi deyə vakum kimi sənin saxlayır. Məndə deşiləndə falan dəyişik olur. İçinə hava dolanda o material panelinin hamısı gedir. Ona görə onun mənfiləri də var, üstləri də var. Kəsmə olmaz, doğma olmaz. Mən bir sual var, böyle bir şey burada. Mesela burada ses izolyasiyası istəyir, bunun üstünə etdir. Bəs daxili interyerdə hansıları etməliyik? Daxili interyerdə belə deyil. Məncənin çöldə var mı qaldı işləyirsiniz? Hə?
200'lük. 200 daxil xarici. 200'lük eləyirlər indi, o məsələdir. Mən gördüyüm binalarda çox nazikdir, səs yenə də keçir. Verə bilərsiniz səs uducu, elə eyni şeylər var, telapast şeylər. Səs udmağa da olur, alçıpan var. Var yaşlı alçıpan, suya qarşıdır. Var alçıpan, səsə qarşıdır falan. O ilə də divarlarınızı ya artıq buraxırsınız bunu ev sahibinin şeyinə. Amma təsəvvür elə ki, bir divarda tam olaraq 5 sm itirəcəkdir. 5 sm içəriyə doğru itirəcək. Amma daxili divarları verirsiniz 30-dan, mənzillər arası bir də liftlə ara divarını bir dənə 40 vermək olaraq da, çünki hissəsi çox. Kiminsə şeyi lift şaxtası ilə düz. Qavda ilə bağlanırız. O dəmir yoxdur. Artıq o avtomatik olaraq şey olur. Başqa nə qalır? İndi biz başa düşürük, biz revit işləyəndə hazır divar qoyuruq, divarı qoyuruq. Bunların hər biri artıqda təklik işləyici tapdığımız günlərə əsasında biz orada necə dəyişiklik eləməliyiz? Insert hissəsindən Əslində, siz revitdə onu çox rahat dəyişdirə bilirsiniz. insertdən bir ölçülərlə yığırsan, 20-si qoyursan 20. Evdə sadəcə qat-qat qoyursan. Qat-qat deyərəm, mövcud divar qoyursan, generik qoyursan, nə qoyursan? Generik qoyursan. Generikin içinə girsən, edit edirsən və bütün bu qatları əlavə edirsən. Elə olanda bataqlarımızın sahəsi də azalır. Nə? Elə olanda bataqlarımızın sahəsi azalır. Əladır, yaxşıdır. Siz də deyim ki, belə dar-dar otaqlarda Əslində yox, kor divarla eləyəndə çölə gedir. Mən əslində kor divarla eləyəndə çölə gelmiş olur da, yəni içəri getmirəm. Söhbət ondan gedir ki, siz elə eləmək, əvvəlcə bütün divarları seçin, elin core center line ki, core-a görə mərkəzləşsin, sonra dəyişikliklər edin. Çünki sən bax bu divarı, orada var wall center line, bir də var core center line. Wall center line bütün divarın mərkəzinə görə, core center line isə sırf core-un mərkəzinə görə ki, bu buradadır, bu bir tərəfsə buradadır. Buradan bağlamalısınız siz divara, çünki sən bax bu wall center line ilə bağlıdırsa ki, wall-la 400-ün ortası 200-dür də, düzdür. Core center line-ın üst-üstə düşür. Amma sən buna qatlar əlavə etdikcə mərkəz başlayacaq sürüşməyə və bu gələcək belə oturacaq. Sənə də lazım deyil ki, divar gəlsin, sonra sütun, sonra təzədən divar. Sən ona görə bütün divarları seçirsiniz, edirsən core center line ki, dəqiq otursunlar yerində. Sonra başlayırsınız qatları əlavə eləmək. Bəzi yerlərdə bir dənə nə olacaq? Divarınız başayaq olacaq. Yəni interior and exterior o divarı seçirsiniz, problemi basırsınız, dəyişir. Bir də mən içəridə 20 verirəm ki, ya da 2 falan verirəm ki, görsənməsin. Sulaq olsun, şey olsun. Və bu avtomatik olaraq divarı siz layların verəndə, avtomatik olaraq sütunlara da bağlayır. O fasada başda sütun da görsənir, rigil də görsənir. Onları da götürüb bağlayır, şey deyil, siz oraya qat verdiyi ki. Amma onu eləmək məcburiyyətində deyilsiniz. Siz olsa kəsiyi elə bir miqyasda verirsiniz ki, bunlar görüşən. Sadəcə siz kəsiyi bax bunlardan verirsiniz, siz özünüz görəcəksiniz ki, kəsiyi nə dərəcədə şey olur. Gözünüz sizə şey göstərir. Buna bir şey soruşmaq istəyirəm. Sən indi onları qatları əlavə etdikdə, döşəmədə divarlara görə veririk, daşlara görə veririk. Onun üzlüklər döşəmənin tam sonuna qədər gitməlidir. Bir də. Məsələn, döşəmənin üstünə divarları qoymalıyıq da. Məsələn, orada divarın üstünə əlavə qatlar əlavə olmanda, döşəmədə asla məsafə var. Məsələn, 20 santim orada artırsa, döşəmədə 20 santim artıda qalır yəni divardan. Qalsın da. Sən döşəmə gəlməlidir bilgilə kimi. Onda üzlükdə bilgilərin aşağısında döşəmə tutmaq. Yox, sən deyirsən ki, sən də burada, bax burada təsəvvür edək ki, rigel əlavə eləməliyəm, hə? Döşəmədə rigelin üstündədir, rigel gəlir bura. Yox, mən bina tənə deyirəm, ən aşağı hissəsini. Hə, ən aşağı hissəsində nə edirsən, bir də? Üzlük ən sona qədər gəlməlidir. Üzlüyün ən sona qədər həlli, ən yaxşı həlli nədir? Tam axıracan şey eləmirsən, müəyyən məsafə saxlayırsan, aşağısında da trap qoyursan, suyun süzülüb gelməsi üçün. Suyun süzülüb gelməsi üçün ki, bu aşağıdan hava girir, gelir yuxarı, bu bir. Hə. İkincisi müəyyən dərəcədə görmürsünüz gizlin şeylər, plintuslar. İnternetten istifadə edirlər.
Və gizlin plintus rolunu oynayır bu. Divan da belə gəlir, altdan da belə kölgə yaranır avtomatik olaraq. Memarı həlli olaraq o yaxşıdır. Belə bir şey deyən də var, aşağıya göndərilib bitişdirən də var, amma o yaxşı həll deyil. Bu həmişə şeydə də titrəməkdə də aşağıdakı panel başlayır dağılmağa, şey olmağa başlayır. Döşəmədə, kimdir döşəmədə istəyir? Döşəmədə bax, yenə eyni funksiya ilə gedir. Daşıyıcı nədir döşəmədə? Mərtəbə arası örtük. Mərtəbə arası örtük. Hündürlüyü nə qədər götürürsün? 16, minimum 16. 16-18 götürürük. Əla. Sonra, bunun funksiyası nədir? Bu daşımaqdır, həmişə. Ondan əlavə nə funksiyalar var? Tavan kimi də istifadə olunur. Tavan kimi də istifadə olunur, əla. Aşağı mərtəbə, tavanını qoyursan. Başqa? İzolyasiya, səs izolyasiyası burada lazımdır. Səs izolyasiyası əvvəllər bunu istifadə edirdilər. 100% lazımdır. İstənilən halda lazımdır. Parketin olacaqsa, yeməyin olacaqsa, sən oraya hidroizolasiya qoymalısan. Hidroizolasiya əlavə edirsən, istilik izolyasiyası o qədər də lazım deyil əslində. Amma onun yerinə onsuz da səs izolyasiyası sənə lazımdır deyə istilik izolyasiyası var ki, səsi də ikisini bir yerdə birləşdirib verə bilərsən. Yəni ayrıca tapırsan səs izolyasiyası nələrdir, izolyasiyası üçün nələr var. Doğrusan, sonra nə lazımdır? Bünövrə düyün. Yox, biz hələ ki, mərtəbə arası örtükdən danışırıq. Üst təbəqə döşəmədir. Döşəmən necə olmalıdır? Yox, döşəmən necə olmalıdır? Döşəmənin çox vacib bir nüansı var ki, döşəməmiz necə olmalıdır? Yox. Tam düz olmalıdır. Düzləşdirilib yəni düz olmalıdır. Düz olaraq. Stəşka deyirlər, ya da şafqatı, ya da ki, ən yaxşı qum sement məhlulu. Reinforced olmaz, reinforced armaturlaşmış deməkdir. Armatur sən əlavə edəmirsən baxın. Sən stəşkabı verirsən, 20-50 mm olur. 2-5 cm. Stəşka düzləşdirici qat, sement qum məhlulu düzləşdirici qat, bax belə. Sonra artıq materialdan asılı olaraq başlayırsan verməyə. Yəni ki, nə var səndə? İstilik, istipol. İstipoldur, hə? Versən istipolu, təzdən. İstipolun altından artıq şey var, membran var deyəsən. Pol tərləməsin deyə. Yəni, istilik izolyasiyası avtomatik olaraq ora lazımdır. Birdən burası su çeyləməsin. Bunu verirsən istipol, yenə stəşka. Üstündən də artıq parketli yalaminatdır. Yenə də istehsalçıdan asılı olaraq. Köhnə parketimizdirsə, dikləri qoyuruq, diktin üstündən artıq parketi quşuruq. Bunların fərqli yolları, metlaqdırsa, yapışdırıcı qat, metlaq, məsələn, bütün lazımı olan funksiyaları özündə şey eləsin, döşəmə. Çalışırsan, çox yer tutmasın, maksimum aşağı olsun. Ona görə biraz araşdırırsan, materiallarına görə biraz araşdırırsan. Amma texnonikol deyim, texnonikolda nə var? Hidroizolasiyalı pol, metlaq, girsin orada bütün qatlar var. Oysa sənə bu qatlar üçün, sənin yerində hamıya da, bu qatlar üçün Azərbaycandakı olan ekvivalenti tapmaq lazımdır. Qiymətlər deyil tapmaq. Mən sadəcə istəyirəm ki, siz tapasınız ki, öyrənəsiniz, bu materiallarla tanış olasınız. Sizə bu lazımdır, çox lazımdır materiallarla tanış olmaq. Necə görsənir, necə şeydir. Mən neçə vaxt çalışıram, heç cür alınmır ki, bir dənə şey tapım, tikinti tapım, hamımız bir yerdə gedək tikintiyə baxaq. Çox yaxşı olaraq ki, siz gəlin tikintiyə baxasınız. Biz şeye getmişdik, bünövrənin qazılmasını görmüşük aşağı. Hə, çalanı gördünüz. Başsağlar, kimlər qoyurlar. Hər şeydə Akşəhərdə gedən. Paltarlar da veriləcəyini. Videolara qədər qoyulur, bizə fikirlər var. Amma indi yəni daha yaxşı olaraq bir gedib şey edə bilər. Baxa bilər. Bir də müəllim, bir də şirkət göndərib oturub bizi izah elədilər hər şeyi. Müəllim, 2 dənə sualım var. Hı. İnteryerdə də drenaj 1-2% olur. Drenajın may. Prapın yoxdursa niyə drenaj verirsən? Necə yəni? Yox, hansı otaqda? Sanitar qovşaqlarda. Sanitar qovşaqda? Hə. 1-2% götürəydi onu. Bəs məndə məsələn living room, studio kimində bəziləri kuxnya ilə bir yerdədir. Hə. Orada kuxnyanın olduğu avadanlıq hissələrində pol dəyişilməlidir. Hə, dəyişirsə Kafe yaxşı olur. qoyurlar, Metlaq qoyursa yaxşı. Amma şeylər də var, başda sözü kəsirəm. Metlaqlar da var ki, tekstur inandır. Parket tekstur inandır. Baxsan, yəni birbaşa onu edə bilərsən. Zalda istipol edəcəksənsə, sənə zalda artıq şey lazımdır.
Metal minusun mənfisi nədir? Soyuyanda da tez soyuyur. İçiləndə də yox, tez Çox içinir. pis qızır. Tez içinir. Qaynar olur. Bəzən şey gəzirsən, narahat olursan. Hamamlarda eləyirlər, Hə. Ona görə mənfiləri var. Mətbəqlə qonaq otmağı bir yerdə olsa, yaşayış sahəsində sən bir yerdə Uyda onu bilmirəm, mən normativləşdirəcəm. O çox yaxşı sualdır, ona görə soruşuram. Müəllim, bir də ofis. Məndə bəziləri living roomun içində ofis var da. Mən o ofisi götürmədim yaşayış sahəsi kimi. Götürməlisən, götürürsən. Кстати, был увидеть, нам там гений конструкции. Bu videoda prosta səndə